Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vahdahu ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. Muhterem kardeşler ve kızlar, Allah subhanahu wa ta'ala'ya sonsuz sayıda şükürler olsun. Rabbimiz bizi müvaffak elədi, geldik buraya. Xüsusən də bu ayda artık yani sözsüz ki biz Şavvala daxil olduq. Yani Ramazan ayında büyük bir yani nailiyet idi Allah subhanahu tərəfdən. Bu ay xüsusən yani çalışma ayıydı, müminin bir ganimet topladığı ayıydı, mövsümü ve burada olması daha bu çok büyük nailiyet idi. Əlbəttə kim bundan istifadə elədirsə, nə çox xoş halına, istiğfarlarını çoxaltdı, ibadətlərini. Ama müminin yani ibadeti bununla bitmir. Yani hayat ne kadar ki nefesin gidip gelir, ibadet bitmir. Çünkü insan eğer arxayınlaşırsa artık öyle bir şey helak oldu. Ona ise geldiyse arxayınlıq artık helak oldu. Bir ki özünü məhv elədi. Onun üzere insan daim özünü ne görmelidir? Yani ki yani o değil falan. Satmalısan. Ve hemsinde insan ne eləməlidir? Yani necə ki, dünya işlərində aşağı baxmalıdır, ahiret işlərində isə yuxarı baxmalıdır daim. O halda inşallah görəcəksən ki, irəliləyirsən dində. Əlbəttə, büyük günü baxsaq öyle bizim öz qonşumuza, qohum əqrəbəyə, görəcəksən ki, əksəriyyət namaz qılmır, məsələn, oruç durur, özünü artıq yuxarı görəcəksən. Deyirsən də məndən yoxdur. Amma baxsan məsələsin biraz daha qabağa, görəcəksən ki, sən ne sil ibadət edirsən, elə Kur'an'ı oxuysan başa düşmürsən. Əgər oxuyabilirsənsə sözsüz ki. Təəssüflər olsun ki, o qədər qardaşlar var ki, bazılar var ki, bizdə Allah'ın kəlamını oxuya bilmirlər. Amma görürsən ki, necə dil bilirlər, necə işlərində işləyirlər. Deyəndə deyir, isim zəifdir, amma işində yaxşıdır, əladır. Məsələn, görürsən, hesabat gözəl aparır, gözəl rəhbəri edir və s. və axir. Amma Allah subhanahu wa ta'ala dinine gələndə, Allah subhanahu wa ta'ala kəlamını oxumaq üçün 28 hərf öyrənmək gələndə artıq hiss zəif olur və yaxud vaxt olmur. Vaxt yoxdur nə deməkdir? Yəni vaxtı verən üçün vaxt yoxdur. Yəni o vaxtı bizə kim veribdir? Allah subhanahu wa ta'ala. Hər şey üçün vaxt tapırıq, amma Allaha dininə öyrənmək üçün, Allahın dinini irəliləmək üçün vaxt yoxdur. Hər bir şey üçün. Məsələn, uşağı aparsan məktəbə, gözəl məktəbə qoysan, geyim alırsan, kezim alırsan, xəstəliyində aparsan, xəstəxanaya və s. sadalama olar, səhəli kimi nə qədər şey vaxt tapırsan. Və elə də bir zərurətlər çıxır ki, hətta işdən belə icazə alırsan, getmirsən işdən. Vaxt eləyirsən. Amma Allahın dinini öyrənməyə qalanda gündə 1 saat ayırmaq, 2 saat ayırmaq, ona vaxt yoxdur. Çünki bunlar hamısı bizim yəni lehimizə yazılır. Allah qorusun. Böyük problemli məsələlərdir. İnsanın yəni Kur'an'ı oxumağı bilməməyi böyük eyibdir müsəlmanın. Çox böyük eyibdir. Elə mən demirəm o başa düşmək barəsində. Əlbəttə ki, necə bilirsiniz ki, alimlər var deyib ki, kim deyir ərəb dilini bilmirsə və deyirsə ki, mən şəriəti başa düşmürsəm, bil ki, yalan danışır. Yəni ki, şəriət ərəb dilindədir. Sən büyük gündə başa düşdüyün din, o məna da başa düşmürsən. Sən məna verir, kim ərəb dilində bilir, indi Allah bərəkət versin, bilməyənlərə də Allah nəsib edəsin, öyrənsinlər. Həqiqi mənada biz tərcümə edirik. Görürsən ki, necə yəni, məsəl, istəyirsən ki, mənaya uyğun tərcümə edəsən. O məna da sıxdırırsan dini. Amma tam bilmək istəyirsənsə, ərəb dilini öyrənməyəsən. Tövsiyəm odur ki, yəni irəliləmək. Baxmayın ki, neçə yaşınız var, hansı işdə işləyirsiniz. Yəni, hər birimizi, kişilər ki, ehramda idi və hər birimizi o qismət olacaq, əgər olsa o da, kəfən. Hər birimizi qəbirə qoyacaqlar. Orada nə sənin vəzifən kömək edəcək sənə, nə sənin rütbən, nə pulun, nə sənin o miniklərin, nə də ki, var dövlətin. Yalnız sənə kömək edəcək o ki, Allah üçün elədin əməllər. O da eləyirsən ibadət. Sən yəni nəfsini təmizləməlisən ki, onu sən Allah üçün elədinmi? Yoxsa Allahla bərabər gəldin kimisə qoydun. Çəkirsən səni videolar, şəkillər, ehramda, Kəbən bölündü. Nə bilirsən nə qədər şeylər girdi sənə, yazdılar, elədilər. Bilmirsən, hamıya şamil eləmir. Yəni, bu gələ bilər. Onu bilmirsən, sən o ibadətin sırf Allah üçün mü oldu?
Bəziləri deyir ki, Allah üçün olmasın ki, mən Kəbəyə nə üçün gəlmişim? Gəlmirsən ya, amma artıq daxil olursa bir azından sonra artıq olur nə? Allahla bərabər kimisə gətirib qoysun. Şirk nə deməkdir? Var kiçik şirk, var böyük şirk. Yəni, əlhəmdülillah, kiçik şirk İslamdan insanı çıxartmır, amma əməlini puç eləyir. Əməlini məhv edir və günah yazılır ona. Misal üçün, insan girir meçidə və görür ki, filan qardaş oradadır. Birinci, meçidə girir nə üçün namaz qılmaq? Allah üçün, düzdürmü? Gördür filan qardaşı artıq başladın bəzəməyə, daha gözəl qılmağa, düzdürmü? Nə olur? Allahla bərabər gətirin qoydu filan qardaş. Bu olur artıq baş şirk. Və o da gəlsin, ibadətə bırak, mən buradan qaydandan sonra mənə hörmət edəcəklər, misal olaraq, və yaxud edəcəklər həzi, və yaxud və s. Bu artıq ibadətə xələl gətirir, Allah qorusun. Mən heç fikirləşmirəm ki, kimsə bizim içimizdə bu belə insan var. Sadəcə olaraq, yəni bu nə vaxtdan deyirəm, o vaxtdan ki, yəni insan ola bilər də gələr nəsə, bundan daim özünü qorumaq üçün. Yəni, bəşərin ən şərəflisi, Allah subhanahu wa ta'ala'nın ən sevimlisi, kiçik şirkdən daim Allah'a sığınır. Peyğəmbər sallallahu təsəlləyin. Kiçik şirkdən Allah'a sığınır. Gör, biz necə olmalıyıq? Ya, o demək ki, Allah sallallahu da o kiçik şirk ola bilərdi, əlbəttə olmazdı. O nə idi? O bizi örgədirdi. Ümmətini örgədirir ki, yəni, bu çox bir təhlükəli məsələdir. Yəni, bundan daim Allah'a sığınır. Və yaxud da ki, istiğfar diləyərdi Allah Rasul sallallahu gündə 70 dəfə, 100 dəfə. Nə üçün idi? Günah çox idi. Bizi örgədirdi, ümməti örgədirdi onu. O da ki, əlhəmdülillah, bizim bitdi Ramazan ayımız. Allah hər birimizdən qəbul etsin. Və ümrəmiz də bitdi, qayıdırıq artıq. Allah sağ-salamat hər birimizi vətənimizə çatdırsın. Allah subhanahu gəlməyənlər onlara nəsib eləsin. Sadəcə bununla yəni bitmir. Əksinə bununla artıq daha məsuliyyət artır. Yəni sən buradan qayıdırsan artıq, sən yəni bu vaxtı gördün, Allahın evini gəldin, gördün, bu vaxtı ziyarət elədin. Bundan sonra təzədən o günahlara dönəcəksənsə, heç də falan yaxşı deyil. Artıq nə etməlisən, dəyişməlisən. Əgər dəyişsən, bil ki, Allahın izni ilə inşallah ki, ibadətin qəbul olub. Yox, əgər o günahlara qayıtsan və günahların üzərində istimrarlı olsan və pisliyə yönəlsən təzədən, bil ki, ibadətin qəbul olmayır. İnsan necə bir ibadətin qəbul olması, o daha xeyrə yönəlməsi idi. Və bu da bir şey də sizə qeyd edeyim ki, məğrib namazından artıq bayram namazı qılınana kimi təkbirlər var. Və onları eləmək lazımdır. Ya deyirsə, belə gəlir 2 dəfə hərəsin. Allahu Akbar, Allahu Akbar, La ilahe illallah, Allahu Akbar, Allahu Akbar, və lillahilhamd. Və yaxud da gəlir 3-3-3. Allahu Akbar, Allahu Akbar, Allahu Akbar, La ilahe illallah, və lillahilhamd. Allahu Akbar, Allahu Akbar, Allahu Akbar. Və sözsüz başqa da var. Hamısı bunlar səhiyyidir, əlhamdülillah. Bu oruçluqda məğribdən bayram namazına kimi olunur. Amma Qurban bayramında Zilhiccə aya girəndən düz təşrik gününün bitənə kimi. Yəni, əlhamdülillah. Bunu çalışmaq lazımdır, daim eləyin. Amma sadəcə olaraq bu nədir? Xordan eləmək olmaz. Xordan nətər ola bilsin ki, istəmədən düşərsə o ayrı məsələ. Amma bir nəfər deyib, hamı belə bir qayda demək, onu eləmək olmaz. Hamı deyir və qadınların səsi çox uca olmaq şərtlə, amma eşitdilərsə eləməlidirlər. Çox uca olmamaq şərtlə, amma kişilər ucadan deməlidirlər. Ucadan deməlidir. Hətta məsələn, sələflər nə edirlərdi? Onlar bir yoldan getdiyi yoldan qayıtmazlardı. Ki, cəmaata eşitdirmək üçün və cəmaatla bayramlaşmaq üçün ki, daha çox cəmaata desinlər və daha çox onların duasını alsınlar. Belə. O ki, qaldı qardaşlarım bizim bayram namazımızda. Necə bilirsiniz ki, biz yəni, burada olacağıq. İnşallah biz çalışacağıq ki, aeroportda bayram namazını qılaq. Sadəcə cəmaat qılalım. Bir yerdə qılalım Allahın izni ilə. Və çətin bir şey yoxdur. İndi Allah belə yazdı, belə oldu qədərimizdə, əlhəmdülillah. Bir dənə deyim ki, necə qılınır? İstər fərqi yoxdur qadın kişi. 7 təkbirdən ibarətdir birinci rükət. Təkbir ehramdan başqa. Yəni, Allahu Akbar düz, daxil olur təkbir ehrama. Sonra ondan sonra 7 təkbir edirsiniz birincidə. Allahu Akbar, bağlaz zəlinizi, Allahu Akbar 7 dəfə. Sonra oxunur Fatihə surə. Sonra isə
yəni səbih qism oxuna bilər, Quliyə yuhər kəfirin oxuna bilər. İndi biz çalışacağıq var, qısa surələr oxuyaq ki, orada vaxtımız az olacaqdır. Qalxandan sonra Allah Akbar deyib qalxdıq, sonra ikinci rükətdə 5 təkbir olur. Allah Akbar, 5 təkbir elədin. Sonra başlayır, imam oxuyur Fatihə surəsini, sonra İxlas surəsini, nəsə bir qısa surə və yaxud daha bir uzun surə. Bununla bitir. Bununla bitəndən sonra xütbə olur. Biz xütbə də baxacağıq. Əgər imkan olsa, qısa bir nəsə edəcəyik ki, yəni sünniyə əməlləmək üçün. Əgər imkan olmazsa, bundan kifayət edəcəyik. Baxacağıq. Ümumiyyətlə, yəni imkan olmazsa, qılmayacaq. Elhamdülillah. Allah inşallah ümid edirəm nəsib edər. Sağ olaraq budur qardaşlarım, tövsiyə edirəm ki, neyinəyəsiniz, yəni dayanmayasınız. Yəni necə bilirsiniz ki, ibadətlərin ən əzəmətli hansıdır? Namazdır. Namaz bitəndən sonra neyinirik? Allah'a istiğfar edirik. Və bu da elhamdülillah bitdi. Əzəmətli bir ibadət edir, düzdürmü? Yine istiğfarını çoxal. Yəni qısa da olsa qardaşlar, yəni bu məlumat niyə görə verdim? Bayram namazı haqqında. İnşallah çalışacaq bir yerdə qılacağım Allah'ın izni ilə. Ola bilər də nəsə geyişərik, necə olar, nəsə olar, ayrılıq düşər. Yəni burada bir şey yoxdur. Alınmır, tək də olsun. Cəmaatla alınır, daha gözəl. O baxımdan fikir verdiniz qardaşlar, yəni bizdə yəni nədir? Müminin həyatı budur. İbadət. Fikir ver, qutardın orucdan, yenə də başlasan nə? Zikrə. Çünki Allah Rasulullah bizi nə öyrədir? Təkbirlər eləyirsən. Neysən? Sonra biraz geçir, Şavval orucunu tutsan, 6 gün. Yəni 6 gün Şavval orucunu tutmaqla Nəbəz qışıvay. 6 gün oruç tutmaqla, elhamdülillah, sən nəyə nail olursan? 1 il oruca nail olursan. 1 il oruç tutsan. Ona görə ki, Allah dərgahında görürsünüz, bu aylar vurulur 10 qata. 10 qat, yəni sən tutmuşdun 1 ay oruç, vuruldu ona, oldu 10 ay. Təzdən 6 günə tutsan, o da eləyir 2 ay əvəz edir, olur 12 ay. Yəni bax, bizim həyat gedib keçməlidir. Çalışmalısın ki, boşluq verməyəsən. Boşluq əgər olsa, şeytan o nəsə salacaqdır. Mümkün deyil, səni nənəsi məşğullətdirəcək. Hansı ki, sənin həm bu dünyanın üçün, həm də axirətin üçün ziyanı olacaq. Həm ailən üçün, həm cəmiyyətin üçün. Elhamdülillah, sən amma məşğulləsən özünü Allahın ibadəti ilə daim o boşluqda, vallahi ki, Allah subhanə səni uzaqlayacaqdır. Allah subhanə uzaqlayacaqdır səni. Nə desələr, nə eləsələr, hamısı yerinə düşəcəkdir, vaxtı gələcəkdir. Bu da ki, qardaşlar, səfərdir, avazı var. Olur insanlıqda, hər birimizin xatalarımız olur. Düzdür, biz elhamdülillah oldu ki, Ramazan ayıdır, elə də çox hamı ilə bir yerdə ola bilmədik ki, ibadətlidir amma hamı adam istəmirdi. Kim indi necə bazarda elə ibadət edirdi Allah'ın izniyle. Amma yenə də ola bilər indi kimiz haqqına gilərik və ya kimisi bizim haqqımıza gilir. Bizim haqqımızda da elhamdülillah vəriş eləmişik, halaldır, elhamdülillah. Olur insanlar da, cürbəcür insanlar var bu qrupda. Kimisi haqqımıza giribsə halaldır. Siz də kimisi haqqına girmişsə biz də istəyirik ki, halal olsun inşallah. Kimsə indi istəmirsə halallıq vermək ola bilər indi. Onda yaxınlaşsınlar, halallaşsınlar, qiyamətə saxlamasınlar. Çünki Allah subhanahu teala necə bilirsiniz ki, Rasulullah sallallahu aleyhi ve sellem deyir, yəni yerdə olanlara rəhm edin ki, göydə olan sizi rəhm eləsin. Allah daha doğrusu bilir, Allah subhanahu hər birinizi ibadəti qəbul eləsin. Allah sizlərə bundan da böyük həcc ziyarət nəsib eləsin. Olanlara bir daha, olmayanlara yəni nəsib eləsin. Gəlməyə, böyük ibadətlərdə, elhamdülillah, Allah qəbul eləsin sizlərlə. Allah əsas Allahın qəbul eləməsidir. Gəlin elədiyin artıq yəni dayanma. Yəni bilirsiniz necə olub da, yəni salih insanlar, onlar bir ibadətdən sonra istimrarlı Allah subhanahu teala'nın istəyərlər ki, onun qəbul olsun. Dua elərlərdi, gözlərindən yaş tökülərdi ki, o elədikləri ibadəti Allah qəbul eləsin. Yəni Allah qəbul eləsin. Yəni o gün neynəməlisən, dayanmalı deyilsən. Sələflər ilin yarı boyu dua elərlər ki, Allah onların ibadətini, Ramazanda onun ibadətini qəbul eləsin. Biz də belə çalışmalıyıq və çalış qoru. Quran oxuyurdun, dayanma. Nəsə öyrənirdin, dayanma, irəlilə. Onu saxlasan, Ramazanın gələcəyinə kimi gələn Ramazan, onda sən bu Ramazandan gözəl şəkildə faydalanmış olsan. Artıq o Ramazana, bu Ramazanda elədiklərinlə daxil olsan və onun üzərini artıracaqsın. Allah müvəffəq eləsin, müvəffəqiyyət Rəbbimizdəndir. Allahdan bilirəm ki, hər birimizi xeyrin müvəffəq eləsin. Və yenə də deyirəm qardaşlar, yəni istiğfar, dua, deyirəm səfərimiz bitməyib. Vətənimiz üçün, əmin-amanlığımız üçün, müsəlmanlar üçün, xəstə olanlar üçün, dövlət başçımız üçün,
millətimizə hidayət üçün dayanmayın. Yəni bilmirsən kimin duası qəbul ola bilər, kimin duası. Bir dua eləyərsən, əlhəmdülillah bütün hər şey dəyişir. Allah daha doğrusunu bilir. Allah Subhanahu bizi bağışlasın. Allah Subhanahu ibadətlərimizi qəbul etsin. Subhanakallahumma bihamdik, əşhədu en la ilahe illə ente, estağfiruke və etûbü ileyk.